Hüquqi tərəfdən mən təbibə də göndərəcəm. Vətəndaşlar var ki, onlar övladları üçün iynələr alırlar müəyyən qurumlardan ki, bu iynə dərman boy artımına köməklidir. Bir növ peyvənd kimi də sayılır bu. Bir neçə tamaşaçımız Bakıda mənə bu dərmanları çəkib göndərib. Təqdim eləsin zəhmət olmasa, elə mən danışa-danışa rejissorumuz. Barkod. Və o əmtə nişanlı. Və bu köynəklər və təzə ilə köynəyi müqayisə eləyir ki, bax, köhnədə var, təzədə yoxdur. Bu düzgündürmü sizcə? 100% düzgün deyil, 100% çox təhlükəlidir. Çünki bununla bağlı ümumiyyətlə tək bu məhsullar yox, dəfələrlə rastlaşırıq. Axşamınız xeyir bir daha. Bax, bu bir tərəfidir. Bu gün gələn 4 ədəd qutunun bir tərəfidir. Bax, bu çevirirəm video şəklində, baxın. Bu üzləridir. Bax, bu da bir tərəfidir. Görürsünüz tamamilə. Bax, bu baş hissəsi. Bu da mənsətə, bu da bir hissəsi. Sonra bu dərman isə o keçən ay verilən dərmandan qalan qutudur. Mən hər dəfə qutuları saxlayıram. Bax, ətraflı baxa bilərsiniz, zəhmət olmasa. Bir də içlərin şüşəsində fərqi var. Yəni, onu da indi mən sizə video halında göstərəcəm. Bax, bu. Burada qarası olan bu gün gələn iynədir. Bu isə keçən aydan verilən iynədir. Baxın, zəhmət olmasa. Bunun aşağısındadır, bunun yuxarısındadır.